Salam əziz altıncılar. Bugün sizə 8-ci mövzunun 3-cü hissəsini izah eləyəcəm. Yəni mövzumuz, dərsimizin adı Böyük Hun dövləti və yaxud da Asiya Hun dövləti olacaq. Dərsin izahına keçməmişdən qabaq onu deyim ki, dərsin sonunda bu mövzu ilə bağlı ümumi suallar verəcəm. Hansı ki, məktəbdə də müəlliməniz demək olar ki, o suallarına sizə müraciət eləyəcək. Ona görə də videonu diqqətlə izləyin ki, dərsi tam mənimsəyə biləsiniz. Və dərslər sizin üçün yararlıdırsa, faydalı olursa, kanala abunə olun, videoları paylaşın ki, daha çox kütləyə çata bilək. Keçək dərsin izahına. Hunlar haqqında ilk məlumatlar eramızdan əvvəl 2-ci minilliyə aiddir. Çin mənbələrindən məlum olur ki, Hunların ilk siyasi birlikləri məhz bu dövrdə meydana gəlmişdi. Onlar Orxon və Selenqa çayları arasında yaşayır, əsasən köçəri maldarlıqla məşğul olurdu. Buradan biz bir daha görürük ki, ən qədim sivilizasiyalar, ən qədim dövlətlər, mədəniyyətlər çayların ətrafında yaranıb. Necə ki, Nil, Misir, necə ki, Mesopotamiyada Şumerlərin yaratdığı mədəniyyət Dəcə və Fərat çaylarının arasında və s. Buradan sizə bir sual ünvanlamaq istəyirəm. Tutaq ki, yazılıb ki, eramızdan əvvəl 220-ci ildə Mete Tanhu dövlət yaratdı. Bu da eramızdan əvvəl 3-cü əsrin ikinci yarısına düşür. Kitabda il olaraq verilmək isə daha rahat gəlir, yoxsa əsr olaraq? Bunu rəylərdə yazsaz, mənim üçün maraqlı olar. Teoman adlı sərkərdə Hun tayfalarını vahid dövlətin tərkibində birləşdirdi. Yeni yaranan dövlətin paytaxtı isə Ötkən oldu. Hun dövlətinin meydana gəlməsi ilə təxminən eyni vaxtda, qonşuluqda Çinlər də vahid dövlət yaratmışdılar. Bu iki dövlət arasında uzun sürən çəkişmələr başlandı. Hətta Çinlilər döyüşkən Hun süvarilərinin hücumunu qarşısını almaqda acizlik yaşadılar. Buna görə də Çin imperatoru Sin Shi Huangdi ölkə boyunca sərhədləri qorumaq üçün Böyük Çin səddinin tikilməsinə qərar verdi. Çin səddi haqqında Çin dərsində ətraflı keçəcəyik. Asiya Hun dövləti özünün ən qüdrətli dövrünü isə Mete Tanhu'nun dövründə yaşamışdı. Mete mərkəzi hakimiyyəti möhkəmləndirdi, ordu islahatı keçirdi. Hun süvari ordusu 10-luq, 100-lük, 1000-lik və 10 minlik dəstələrə bölündü. Mete də Çin üzərinə yürüşləri davam elətdirdi. Hətta o, Çini asta-ala saldı. Məğlub olan xan hökmdarı, burada xan hökmdarı deyəndə Çin hökmdarı nəzərdə tutulur. O vaxtı Çində hakimiyyətdə olan sülalənin adı ilə belə bağlıdır, xan sülaləsi. Məğlub olan xan hökmdarı hər il xərac verməyə və Çinin şimal hissəsini Hunlara verməyə məcbur oldu. Kitabda Mete ilə xan ordusu arasındakı döyüşlə bağlı bir mənbə var. Bu mənbəni oxuyarsınız. Mən qısa olaraq sizə deyim ki, burada Mete Turan taktikasından istifadə edib, yəni özünü məğlub kimi göstərib geri çəkilmək, düşmən ordusunu öz tərəfinə çəkmək, sonra isə mühasirəyə alıb məğlub etməkdən söhbət gedir. Siz bu mənbəni dərindən oxuyarsınız. Bu şəkil də çox maraqlıdır. Baxın, Mete Tanhu, burada isə Çin səddinin qarşısı. Hətta Mete Tanhu o hökmdardır ki, Çin səddini aşıb Çinə daxil olub. Tanhu. Nəyə görə mən deyirəm Mete Tanhu, Teoman Tanhu? Çünki Hunlarda hökmdar bu titulu daşıyırdı. Necə ki, Misirdə Firon, tutaq ki, Respublikada prezident, burada isə Tanhu. Mete Mərkəzi Asiyada yaşayan tayfaları da öz hakimiyyəti altında birləşdirdi. Hətta dövləti imperiyaya çevirdi. Onun sərhədləri şərqdə, belə düşünün, şərqdə Koreyadan, qərbdə Xəzər dənizinə, şimalda Sibirdən, cənubda Qaşqara qədər uzanırdı. Hun hökmdarının iqamətgahı isə yenə də Ötkən olaraq qalırdı. Amma bu qüdrətli dövlət daha sonra 1-ci əsrin əvvəllərində daxili çəkişmələr nəticəsində zəiflədi. Bu çəkişmələrin güclənməsində xan sülaləsi hökmdarları da maraqlı idi, yəni Hunların düşmənləri. Müharibələrdə məğlub olan Çin hökmdarları
nigah diplomatiyasından istifadə edərək Hun imperiyasını zəifləməyə nail oldular. Belə deyək də, belə izah eləyim. Hunlar çox təəssüf ki, Çin qızlarla evlənməyə başlandı. Həmin Çin qızları Hunlar arasında daxili çəkişmələri artırırdı. Hun sarayındakı məlumatları gizlincə Çin sarayına ötürürdülər. Hətta bütün bunların nəticəsi idi ki, eramızdan əvvəl 58-ci ildə anası Çinli olan Hun şahzadəsi, baxın, eramızdan əvvəl 58-ci ildə Böyük Hun dövləti iki yerə bölündü. Şərq və qərb hissəyə bölündü. Qərb hissələrinə Çiçi başçılıq eləyirdi. Yəni onun anası türk idi. Şərq hissələrinə başçılıq edən şahzadənin isə anası Çinli idi. Eramızdan əvvəl 58-ci ildə anası Çinli olan Hun şahzadəsi dövləti Çinə tabe etmək niyyətinə düşdü. Lakin anası türk olan digər qardaş Çiçi Tanhu buna etiraz etdi. Nəticədə Hun imperiyası iki yerə parçalandı. Şərqi Hun dövləti Çinə tabe oldu. Baxın, yəni Şərqi Hun dövləti Çinin ətrafında idi, coğrafi baxımdan da yaxın idi və o Çinə tabe oldu. Başında Çiçi Tanhu'nun durduğu Qərbi Hun dövləti isə bir müddət müstəqilliyini qoruyub saxlaya bildi. Çiçi Tanhu sərhədləri qərbə doğru genişləndirdi. O, Tanrı dağlarının şimalı, Isıq gölünün ətraflarına tabe etdi. Lakin parçalanma Hunları çox zəiflətmişdi. İpək yoluna nəzarəti yenidən ələ keçirməyə çalışan xan hökmdarları isə bu fürsəti əldən vermədi. Eramızdan əvvəl 36-cı ildə Çin orduları, xan ordusu da deyə bilərsiniz, Qərbi Hun dövləti üzərinə yeridildi. Hunlar qəhrəmanlıqla döyüşsələr də məğlub oldular. Qərbi Hun dövləti süqut etdi. Bu məğlubiyyətdən sonra Hunlar qərbə, Ural dağları ətrafına çəkildilər və İdil çayı ətrafına qədər gəlib çatdılar. Onların varisləri bir neçə yüz il sonra daha qüdrətli bir Hun dövlətinin, Avropa Hun dövlətinin qurucuları olacaqdı. Çinə tabe olan Şərq Hunları isə gələcəkdə Göytürk dövlətinin qurulmasında mühüm rol oynayacaq. Hunların digər qolu isə Mərkəzi Asiyada Ağ Hun dövlətinin qurucuları olacaqdı. Gəlin bunu bir daha izah eləyim sizə. Demək, Hun dövləti eramızdan əvvəl 58-ci ildə iki yerə parçalandı. Şərqi Hun dövləti, Qərbi Hun dövləti. Şərqi Hun dövləti Çinin təsirində idi. Qərbi Hun dövlətinə başçılıq eləyirdi Çiçi. Çiçi başçılıq eləyirdi və onun anası türk idi. Demək, Qərbi Hun dövlətinin nümayəndəsi Çiçi ərazilərini genişləndirsə də, zəifləmə, parçalanma onları get-gedə süquta doğru aparırdı. Bundan istifadə edən Çin eramızdan əvvəl 36-cı ildə Qərbi Hun dövlətinə yürüş etdi. Dövlət dağıldı və həmən Hunlar köç etdilər. Bu köç edən Hunlar gələcəkdə Avropa dövlətini yaradacaqlar. Digər Hunlar isə Şərq Hunları gələcəkdə Göytürk dövlətinin yaranmağında iştirak edəcəkdilər. Bir hissəsi də Ağ Hun dövlətinin qurucuları olacaqdı. Qədim türklərdə dövlət el adlanırdı. Bu söz dövləti olan xalqı ifadə edirdi. Digər türk mənşəli dövlətlərdə olduğu kimi, Hunlar da hökmdar hakimiyyətinin Tanrıdan gəldiyinə inanırdılar. Hun tanrıları göy tanrının yer üzündəki nümayəndələri hesab olunurdu. Hökmdar hakimiyyəti irsən keçirdi, yəni atadan oğula. İskətlərdə olduğu kimi Hun ordusunda əsasını süvarilər təşkil edirdi, yəni atlılar. Bu onların həyat tərzi, yəni köçəri maldarlıqla bağlı idi. Avrasiyanın geniş çöllərində uzaq məsafələri, uzun məsafələri yalnız at üzərində sürətlə qət etmək mümkün idi. Buna görə də Hun ailələrində övladlar hələ uşaq yaşlarından at minməyi, ox atmağı öyrənir.
Bu vərdişləri müxtəlif yarışlarda isə təkmilləşdirirdilər. Mete Tanhu'nun yaratdığı süvari döyüş ənənələri sonrakı yüzilliklərdə də istifadə olundu. Hunların əsas məşğuliyyəti köçəri maldarlıq idi. Onlar qoyun sürüləri, mal, qara, at ilxıları bəsləyirdilər. Bununla yanaşı Hunlar dəmirçilik və zərgərliklə də məşğul olurdular. Özünə məxsus mədəniyyət abidələri yaratmışdılar. Qut sözünün mənası nə deməkdir? Qutlu, qutsanmış. Həm də belə deyək də xoşbəxtlik, səadət gətirən deməkdir. Mədəniyyət. Mərkəzi Asiyada Hunlara aid qəbirlərin çoxsaylı maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Hunlar ölülərin yanında müxtəlif əşyalar da bastırırdılar. Bu axirət dünyasına inamla bağlı idi. Yəni o biri dünyada düşünürdülər ki, lazım olacaq bu əşyalar. Qəbirlərdən zərgərlik məmulatları, heyvan fiqurları, üzərində müxtəlif heyvanların təsviri olan qılınclar, əşyalar tapılmışdı. Bu tapıntılar Hunların özünə məxsus mədəniyyətə sahib olduğunu sübut edir. Din. Hunlar arasında da digər türk boylarında olduğu kimi tanrıçılıq dini geniş yayılmışdı. Onlar göy tanrıya ibadət edirdilər. Yaradılışın ondan gəldiyinə inanırdılar. Tanrının yaratma və hadisələrə müdaxiləsi qut yolu ilə seçilirdi, gerçəkləşirdi. Hun inancında şamançılıq da mühüm yer tuturdu. Şamanların göy tanrı ilə insanlar arasında vasitəçi olduğuna inam da var idi. Günəş, ay tanrıları da Hunların inancında xüsusi yer tutub. Gəlin indi həmən sualları sizə verim. Hunlar haqqında ilk məlumatlar nə vaxta aiddir? Eramızdan əvvəl 2-ci minillik. Hunlar haqqında ilk məlumatları hansı mənbələr verir? Çin mənbələri. Hunlar hansı çayların ətrafında yaşayırdılar? Orxon və Selenqa. Böyük Hun dövlətini kim yaratmışdı? Teoman. Neçənci əsrdə? Eramızdan əvvəl 3-cü əsrdə. Böyük Hun dövlətinin paytaxtı hara idi? Ötükən. Demək, eyni zamanda Böyük Hun dövləti ilə yanaşı eramızdan əvvəl 3-cü əsrdə hansı dövlət vahid dövlət yaratmışdı? Çin. Çin hökmdarı Sinşin Xuandi Hunlardan qorunmaq üçün nə tikməyə qərar almışdı? Böyük Çin səddi. Hun dövləti kimin dövründə daha da gücləndi, imperiyaya çevrildi? Mete Tanhu'nun. Mete Tanhu'nun hansı tədbirləri var idi? Mərkəzi hakimiyyəti gücləndirdi, ordu islahatı keçirdi, süvariləri böldü, onluqlara, yüzlüklərə və s. Hansı Hun hökmdarının dövründə Çin hətta Hunlara xərac verirdi? Təbii ki, Mete'nin dövründə. Mete hansı Çin sülaləsinə müharibə aparmışdı? Xan sülaləsi ilə. Bu mənbə hansı hadisə ilə bağlı idi? Mete ilə Xan sülaləsinin döyüşü ilə. Hunlarda hökmdar necə adlanırdı? Tanhu. Demək, Böyük Hun dövləti daxili çəkişmələr nəticəsində nə vaxt iki yerə parçalandı? Eramızdan əvvəl 58. Hansı hissələrə parçalandı? Şərq və qərb. Qərb Hunların başında kim dururdu? Çiçi. Anası türk olan Çiçi. Çiçi hansı əraziləri ələ keçirmişdi? Tanrı dağlarının şimalını, Isıq gölü ətraflarını. Hansı Hun dövləti Çinin təsiri altında idi? Şərqi Hun dövləti. Çinlilər nə vaxt Qərb Hunların üzərinə yürüş etdilər? Onları darmadağın etdilər. Eramızdan əvvəl 36. Qərbi Hun dövləti dağılandan sonra Hunların bir hissəsi hara köç etdi? Qərbə tərəf. Hətta Ural dağlarını təkrar İdil çayı ətrafına qədər. Bunlar gələcəkdə hansı Hun dövlətini yaradacaqdılar? Avropa Hun. Bəs Şərq Hunları hansı dövlətin qurulmasında iştirak etdilər? Göytürk dövlətinin. Hunların digər qolu isə Mərkəzi Asiyada Axun dövlətini yaradacaqdılar. Qədim türklərdə dövlət necə adlanırdı? El. Hakimiyyət necə keçirdi? İrsən. Hun ordusunun əsasını kimlər təşkil edirdi? Süvarilər. Məsələn, bir çox ölkələrdə bunların əsasını piyadalar təşkil edirdi. Burada isə süvarilər. Demək,
Hunlarda hansı din geniş yayılmışdı? Göy tanrı, tanrıçılıq dini. Hunlarda göy tanrı ilə insanlar arasında əlaqə yaradan din xadimi necə adlanırdı? Şaman. Şamanizm burada geniş yayılmışdı. Ümid eləyirəm ki, bu dərs sizin üçün tam aydın oldu. Rəy bildirməyi, suallara cavab verməyi unutmayın. Növbəti dərslərdə görüşərik.